Olimpiya oyunları. Növbə ilə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq olimpiya oyunlarının kökü çox qədimdir. Qədim Yunanistanın Olimpiya şəhərində 4 ildən bir baş Allah Zevsin şərəfinə xüsusi yarışlar keçirilirmiş. 5 gün davam edən bu yarışlarda qədim Yunanlılar müxtəlif idman növlərində güclərini sınayırdılar. Yarışlar keçirilən müddətdə ölkədə müharibə aparılmamalı idi. Buna görə Olimpiya oyunları sülhün, barışın rəmzi hesab edilir. İndiki olimpiyadalarda qədim Yunanistanda olduğu kimi 4 ildən bir keçirilir. Lakin 5 gün deyil, daha uzun müddət davam edir. Axı müasir olimpiyadalarda bir çox ölkələrdən gələn idmançılar iştirak edir. Bundan başqa, olimpiyadaların proqramına getdikcə daha çox idman növü daxil edilir. Hər olimpiyadaya qədim Olimpiya şəhərində günəş şüalarından alovlandırılmış məşəl gətirilir və bu məşəl yarışların sonuna dək yanır.